Xalqımızın tarixinə şanlı qələbələr ayı kimi həkk olan sentyabr, həm Qarabağda azadlıq müharibəsinin başlaması, həm də ərazi bütövlüyümüzün bərpası kimi düşüb. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə 2020 və 2023-cü illərin sentyabrında tarix yazdı. Bu tarixi yazan hərbiçilərimizdən biri də mayor Qasımov Sənan Fərmanoğludur. Sənan Qasımov 1991-ci il mart ayının 7-sində Samux rayonunun Lək kəndində dünyaya gəlib. Sənan Qasımov Samux rayonunun Lək kənd orta məktəbində təhsil alıb. O, 10-cu sinifdə oxuyarkən Xocalı faciəsinin efirdə gedən kadrlarına baxanda hərbiçi olmaq qərarını verib. Bu qərar onun həyat yolunu Heydər Əliyev adına Ali Hərbi Məktəbdən salıb. Ali Hərbi Məktəbi bitirdikdən sonra en sayılı hərbi hissədə xidmətə başlayıb. Sənan Qasımovun ilk döyüş əməliyyatı 2016-cı il aprel döyüşlərində olur. Batareya komandiri kapitan Sənan Qasımov aprel döyüşlərində yüksək döyüş bacarığı nümayiş elətdirir. O, 2020-ci il sentyabrın 27-sində 2-ci Qarabağ müharibəsində Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. Sənan Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən döyüşdə fərqlənməyə görə, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Mayor Sənan Qasımov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 2023-cü ildə keçirilən antiterror əməliyyatlarında yüksək döyüş əzmkarlığı göstərərək sentyabrın 19-da qəhrəmancasına şəhid olur. Sənan Qasımov sentyabrın 21-də Samux rayon Lək kənd qəbirstanlığında təntənəli mərasimlə dəfn edilib. Ailəli idi, 3 övladı yadgar qalıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması zamanı döyüş əməliyyatlarında göstərdiyi fədakarlığa görə mayor Qasımov Sənan Fərmanoğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif edilmişdir.